Salam, hər vaxtınız xeyir olsun. Gizli infarktı necə bilmək olar haqqında məlumat vermək istəyirəm. İnfarkt deyəndə sinədə kəskin ağrı, yüksək qan təzyiqi və qəfil təngənəfəslik yadımıza düşür. Əslində belə də olur infarktın əlamətləri, lakin statistikaya görə kəskin ürək tutmalarının 45%-i hiss olunmadan çox zəif infarkt əlamətləri keçir. Gizli infarkt o qədər qısa müddətli və zəif olur ki, hətta onu adi diskomfort və digər ciddi olmayan problemlərlə səhv salırlar. Kişilər xüsusilə bu simptomlara ciddi yanaşmırlar. Gizli infarkta əsas verəcək əlamətləri sadalamaq istəyirəm. Birinci növbədə döş qəfəsinin ortasında bir neçə dəqiqə keçən və tezliklə yox olan, amma geri qayıdan diskomfort. İkincisi, kürəkdə, boyunda, alt çənədə, sol qolda, sağ qolda və yaxud hər iki qolda yaranan xoşa gəlməz hissiyat. Üçüncü, döş qəfəsində yaranan diskomfortdan sonra əmələ gələn qəfil təngənəfəslik və nəhayət dördüncü, qəfil soyuq tər, baş gicəllənmə, ürək bulanma. Kişilərdə gizli infarkt əlamətləri qadınlara nisbətən 5 dəfə artıq baş verir. Səbəb kimi gizli infarkta əmələ gəlməsində siqaret çəkmə, artıq çəki, hərəkətsizlik, yüksək qan təzyiqi, xolesterin, diabet həm adi infarkta, həm də gizli infarkta əsas səbəblər sırasındadır. Bu gizli infarktı müəyyən etməkdən ötürü sadə üsullar var. Kardioqramma və ürəyin ultrasəs müayinəsi. Və bir də sadə üsul var ki, bu da qanda ürək əzələsi hüceyrələrinin zədələnməsindən sonra əmələ gələn spesifik zulalın, troponin T-nin müəyyən olunmasıdır. Hamınıza can sağlığı arzulayıram, özünüzdən müğayət olun.